Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə çöl ördəyindən iftar süfrələrinə və bayram süfrələrinə çox yaraşan döşəməli plov hazırlayacağıq. Bu plovun hazırlığı bir neçə mərhələdən keçir. Əvvəlcə soğan xırdalanır və suyu süzülür. Ördək marinad edilir. Bu marinadı axşamdan da, gecədən də eləyib səhər yeməyi bişirmək olar və yaxud yeməyi bişirməmişdən bir neçə saat əvvəl də etmək olar. Deməli, ördəyin üzərinə duz, istiot, paprika, sarı kök, palçıq turşu əlavə edilir. Bir də soğan əlavə edilir və yaxşıca qarışdırılıb ən azı 1 saat saxlanılır. Kənarda düyü yuyulur, üzərinə duz əlavə edilərək islağa qoyulur. Biz cənub bölgəsindən olduğumuza görə boranını çox sevirik və döşəmə plovda bəzən boranlıdan da istifadə edirik. Boranlı doğranılır, üzərinə qırmızı soğan, sumaq, istiot, duz, şəkər əlavə edilib qarışdırılır. Plovun qazmağını müxtəlif üsullarla etmək olar. Mən bu dəfə yuxadan istifadə edirəm. Qaynanmış suya duz əlavə edib, düyünü bişirib süzürük. Düyü yarım bişmiş vəziyyətə gəldikdə süzülür və qazanın dibinə ərinmiş kərə yağı əlavə edilib qazmaq üçün yuxalar düzülür və üstündən bir qat qalın qat düyü əlavə edilir. Düyünün üzərinə hazırlanmış ördək, yanına mən gərəfdə qoyuram və deməli soğan, orada marina edilmiş soğan üzərinə bir qat qoyulur və düyü ilə örtülür. Zəfəran gəzdiririk üzərinə. Və hazırladığımız boranı qazanın bir tərəfindən döşəyirik. Sonra bütün deməli qazanın üzəri örtülür düyü ilə. Zəfəran və kərə yağı qoyub əlavə edib plovu dəmə qoyuruq. Bizim bölgəmizdə bu yeməyə plovaltı da deyilir. Əvvəlcə gür odda 10 dəqiqə, sonra isə orta temperaturda 1 saat yarım xörək bişir. Budur, yeməyimiz artıq hazırdır. Çox gözəl də görünür. Bayram bayrama qarışıb. Bu yemək də əsl bayram yeməyidir. Siz də hazırlayın, nuş olsun. Əminəm ki, çox xoşunuza gələcək. Ağız dadınız heç zaman pozulmasın.